Avtomobillərdə istifadə olunan nadir materiallar və onların faydaları. Avtomobil sənayesi son illərdə sürətlə inkişaf edir və avtomobillərin performansını, təhlükəsizliyini, yanacaq səmərəliliyini artırmaq üçün yeni texnologiyalar və materiallar tətbiq olunur. Bu sahədə istifadə olunan nadir və qabaqcıl materiallar avtomobillərin çəkisini azaltmaq, dayanıqlığını artırmaq və ətraf mühitə təsirini minimuma endirmək üçün çox önəmlidir. 1. Karbon lifləri. Karbon lifləri çox yüngül və eyni zamanda son dərəcə möhkəm materialdır. Avtomobillərdə gövdə, daxili strukturlar və bəzi mühərrik hissələrinin hazırlanmasında istifadə olunur. Çəkini əhəmiyyətli dərəcədə azaldaraq yanacaq sərfiyyatını və sürətini artırır. Eyni zamanda yüksək dayanıqlılığı sayəsində avtomobilin təhlükəsizliyinə müsbət təsir edir. Lakin karbon liflərinin qiyməti yüksək olduğundan daha çox idman avtomobillərində və lüks modellərdə istifadə olunur. 2. Qrafen. Qrafen, karbon atomlarının tək qatlı iki ölçülü strukturu olan son dərəcə güclü və yüngül materialdır. Avtomobil sənayesində texniki tətbiqləri hələ erkən mərhələdədir. Lakin yüksək keçiriciliyi və gücü səbəbindən böyük potensiala malikdir. Qrafenin tətbiqi avtomobil batareyalarında, sensorlarda və bəzən güc ötürmə sistemlərində tədqiq edilir. Gələcəkdə qrafen əsaslı materiallar avtomobil performansını və enerji effektivliyini artırmaqda inqilab edə bilər. 3. Titan. Titan yüngül və koroziyaya qarşı çox davamlı metal kimi avtomobillərdə mühüm yer tutur. Titan hissələri mühərrik komponentlərində, əylə sistemlərində və suspansiyonlarda istifadə olunur. Onun yüngül çəkisi avtomobilin ümumi çəkisini azaltmağa kömək edir. Eyni zamanda yüksək möhkəmliyi sayəsində avtomobilin uzun ömürlülüyünü artırır. Titanın istehsalı və emalı bahalı olduğundan əsasən yüksək performanslı avtomobillərdə istifadə edilir. 4. Nadir torpaq elementləri. Elektrik avtomobillərinin batareyaları və elektromotorları nadir torpaq elementlərinə əsaslanır. Məsələn, neodymium, disprosium və terbium. Bu elementlər maqnitlərin hazırlanmasında istifadə olunur və elektromotorların effektivliyini artırır. Eyni zamanda bu materiallar batareyaların enerji saxlamasını və ömrünü yaxşılaşdırır. Nadir torpaq elementlərinin tədarükü və qiyməti sənayenin inkişafında əsas məsələlərdəndir. 5. Kompozit material.